burada oturaq. Danışaq, söhbət edək. Maraqlı əhvalatlardan danışaq. Dərindən tanıyaq. Gecə vaxtı qapını döydüm, köməkli elədim. Dedim dalımca qaçanlar var. Evimə saldım. Danışdığım sözə bax. Nə dedim ki? Dedim bir-birimizi dərindən tanıyaq da. Bax gələr tanıyalım. Dur gəl. Üzürlü sayın, bugün sizə yeməyi isə verə bilməyəcəm, çünki özüm də təzə gəlmişəm. Ancaq saydan demişəm. Deyirəm, axsaq qalır. Bilməm, təsadüfdür, yoxsa zərurətdən irəli gəlir. 3 övladım var. Birinin adı Lalədir, qızımın adı Lalədir. Böyük oğlumun adı Həmiddir. Bəs, kiçik oğlumun adı nədir? Kiçik oğlumun adı Adəmdir. Bayaq demişdin sən bunu. Adəm. Açma. Açma. Olardı gələn açma, nə olar açma. Mənim də bərabərdir. 99. Bərabərdir 99. Ya Hayyum, Ya Hayyum. Tapdım. Budur. Nədir bu? Bu nədir? 99 nədir? Bu onları qorxudan bu işarə, bax bu işarə hər bir insanın əlinin içində var. 99 rəqəmi, 81, üstəgəl 18, bərabər 99. Allahın 99 adıdır, onlar ruhdular. Məhz onlar, bunu mənim əlimin içində görüb oxudular. Əsma-i Hüsna. Aycan kızım, can ata qurban. Yoldayam, rayondan təzə çıxmışam. Hə qızım, ben maşını sürürəm, mevcut durağa saxladım, səninlə danışıram. Hava da çox yağışlıdır, dəhşət yağış yağır. Qoy ata çatsın Bakıya, sənə zəng vursun danışaq. Olar qızım? Bir aydan sonra inşallah görəcəm, narahat olma.
maşını etmişəm kənara. Hə, çatım Bakıya zəng vuracam, narahat olun. Yaxşı, atasan öpürəm. Mən də, sağ ol, sağ ol. Aycan değerli kardeş. Oo, mənim gözəl qardaşım. Necəsən? Çok sağ ol. Sen nesin? Mən Allah'a şükür. Başını yatır dayanamam. Haradasan belə? Bir iki saat olarla yoldan çıkmışam. Yaman yağış yağırdı. Biraz Kısaklayır, deniz dalgasından söz soraqlayır. Hakim ədaləti necə saxlayır? Yaxşı ki, onlar mənim atamdan anamdılar. Onların sayəsində qısa deyəcəm, filmə baxın, qüsurumuz varsa əfv ediyoruz. Burada Elmətli müəllim var, vallahi adam onun yanında, yəni senariden danışmaq istəmir. Üzüldü saysınlar. Burada maşallah aktyorlar var ki, yəni Hazınuran müəllim buradadır, onu da salamlayıram. Yəni, yenə də deyirəm, bir hamını salamlasa, valla vaxtımızı alacaq, mən də vaxtımızı almaq istəmirəm. 81 dəqiqə 18 saniyə vaxtımız zaten gedəcək. Ona görə hamını dəvət edirəm, filmə baxmağa. Buyurun. Filmdən öncə bizim birgə layihəmiz olan Ölümün Verdiyi Həyat filminin qısa görüntülərini və ilk girişini sizə təqdim etmək istəyərdim. Müsal bəy buradadır. İstərdik Fatimə Əliyeva ilə başlayaq. Seçkin Babayev Alisa Vegari. ve filmin baş rol ifaçısı hamınızın onun her zaman güler yüz, insansever, pozitif olduğu halde çetin sahneleri meharetle canlandıran Elşad Zarafat'ı. Orada durmaq yox, buyur. Koyuq təvəzzökarlar kenara. Buyurun. Akşamınız xeyir olsun. Bir də özümüzü alqışlayaq. Hər kəs salamlayıram, var olun. Zəhmət çəkib gəlmişsiniz. Ağa Tin News əl edir mənə, salam qardaş. Tində deyirsəniz, aldasın. Elməttin Cəfərov salamlayıram xüsusilə. Alqışlar ürəkdən. Oradan da hər bir insana, müstənətdə adımdan insana dəstək də olur. Necə, əlindən nə gəlirsə edir, komandası da buradadır, var olsunlar. Hörmət elədilər, gəldilər. Çox sağ olun, minnətdarım. Vüsal müəllim buradadır, salamlayırıq bizim dəyərli vəkilimiz Vüsal müəllim buradadır. Birazdan Vüsal müəllimin senarisi əsasında çəkilən filmin kadrlarını ekranda göstərəcək. Rejissor Ramil Adıloğlu'nu salamlayıram. Ölümün Verdiyi Həyat filmi gələcək bu yaxınlarda. İnşallah həmin o kollektiv də buradadır. Və bizim dəyərli polis əməkdaşları da burada var. Onları da salamlayıram mən. Rüstəm müəllimi salamlayıram. Məhəmməd qardaşım buradadır, onu salamlayıram. Bir sözlə kimin adı yadımdan çıxsa üzrlü saysın.
Qardaşımı da salamlayıram, burada oturub. Hamı salamlayıram, var olun, çox sağ olun. Film haqqında yəqin ki, filmin rejissoru, ideya müəllifi, senaryo müəllifi Hacı Murad qardaşımız danışacaq. Hacı Murad qardaşımız da bilmirəm, siz təqdim edəcəksiniz, yoxsa mən. Azərbaycan kinosunun simvoluna çevrilmiş Nizami Kino Merkezi'nde 81-18 filminin gala gecesinde sizi görmek büyük gurur ve sevindirici bir haldı. Hamılıkla hoş gördük sizi. Bir səhvi etiraf edeyim, sonuncu dəfə mən bu səhnədə Türkan Sorayla dayanmışdım. Amma bugün hörmətli və illər boyu onun həm əməyinə, həm dostluğunuza, həm ailəsinə çox böyük dəyər verdiyim Ülviyə xanımla bu tədbiri sizə təqdim edəcək. Həmişə olduğu gibi parlaydı. Görürəm ki, bu fikri mənimlə siz bölüşürsünüz. Teşekkür Emin Bey, teşekkür. Bu gece biz sadece bir film izlemeyecek, bunu qeyd etmək istedim. Xüsusilə vurgulayacağım ki, bu gece biz çok heyecanlanacağız, ürəyimiz sıxılacaq, nəfəslərimiz tutulacaq, bəzən də öz qorxularımızla üz-üzə qalacaq. Nostalji thriller janrında seçilən filmin təqdimatıdır. Hamının ki, Yamanı olsanlar neçə vaxt reklam edirdi. Hətta bütün kinoteatrlarda da bizim filmi izləyə bilərsiniz. Pentavrusda, Parkburlarda, Metroparkda, Aygün Molda, bir çox kinoteatrlarda, hətta Nizami'də də bugün qaldı keçəsi gördüyümüz Nizami kinoteatrında sabahdan, bugündən etibarən bu filmi izləyə bilərsiniz. Çox maraqlı filmdir, həm də kinoteatrlarda korku janrında, psixoloji thriller janrında olan bir film yoxdur. Məncə izləməyə dəyər. Axşam saatlarında izləməyə istəyirəm. Maraqlıdır, mən də əsas rollardan birini aparıram. Hacı Muradın rejissoru ilə birinci işi deməklə var ki, hətta sənəmizdə özünün ideya müəllifi özüdür. İnanıram ki, bundan sonra bu maraqlı olsa, bunun ikincisini verəcək. Çəkmədin, hə? Çatdıramıyor. Çatdıramıyor. Sən nəyi çatdırdın bizə? من senin için divan, sen benim çıktın. Pervanelum ben, başıma fırlalım. Ben senin için divan, sen benim çıktın. Pervanelum ben, başıma fırlalım. Sensiz hayat eşkim,